Salam əziz şagirdlər. Bu video dərsimizdə biz növbəti sınavımız olan Quiz 9-un suallarına baxacağıq inşallah bir yerdə. Gəlin başlayaq. Birinci sualdan. Azərbaycanda Ərəb xilafətinin hakimiyyət dövründə baş vermişdi. Xilafətin hakimiyyət dövrü bildiyiniz kimi 7-9-cu əsrləri əhatə eləyir. Sacilər dövlətinin Ərəb ordularına hücumdan məruz qalması ola bilməz. Çünki artıq biz xilafətin tərkibindən çıxdığımız dövrdür. Sacilər dövləti artıq müstəqilliyimizin bərpası deməkdir. 2. Albaniya dövlətinin varlığına son qoyulması, bəli, 8-ci əsrdə olduğuna görə bir bunu götürürük. Əhalinin vergi yükünün ağırlaşması, bəli, sonradan ilk xəlifələrdə yüngülləşsə də, sonraki xəlifələrin dövründə vergilər çoxaldılmışdı, artırılmışdı. Yığılan vergilərin ləğv edilməsi, təbii ki, vergilər heç vaxt ləğv edilə bilməz, bu da səhvdir. Deməli, cavab 2-3, Y cavabıdır. İkinci suala gəlirik. Albaniya orta əsrlərdə Dərbənd inşa olunub, Ərəb xilafəti ilə mübarizə aparılıb və nə olacaq burada? Yerli hökmdarlar tərəfindən idarə olunub. Cavab Y. Davam edirik. Üçüncü sual. Heydər Kabusoğlu və Yusif Sacıoğlu'na aid oxşarlıq deyil. Oxşarlıq olmasın. Türk mənşəli sülalə nümayəndəsi. Hər ikisi Sacıoğlu sülaləsindəndir. 9-cu əsrin əvvəllərində hərbi xidmətdə fəaliyyətə başlaması. Bu təbii ki, bu ancaq Heydər Kabusoğlu'ya aiddir. Ona görə də Yusifə aid deyil. Yusif 10-cu əsrdə fəaliyyət göstərib əsasən, ona görə cavab B-dir. Ərəb xilafətinə qarşı baş vermiş üsyanları hər ikisi yatırıb. Biri Xürrəmlər üsyanı yatırıb, biri də digər üsyanlara yatırıb. Afşin ləqəbi hər ikisi daşıyıb. Orta əsrlərdə hər ikisi fəaliyyət göstərib. 4-cü sual. 9-cu yüzillikdə Azərbaycanda İslam dini yayılmağa başlamışdı. 7-ci yüzillikdə səhvdir. Dövlətçi ənləri bərpa olunmuşdu. Doğru. Şirvanşahların yaranması ilə Ərəb xilafəti süquta uğraması 9-cu əsrdə mümkün deyil. Və ümumiyyətlə Azərbaycanda deyil zaten Ərəb xilafəti. Babək Xürrəmlərə başçılıq etməyə başlamışdı, bəli, 9-cu əsrdə. Dövlətçi ənlərin son qoymuşdu, xeyr. O 8-ci əsrdə Albaniyanın süqutu ilandı. Burada 9-cu əsr istəyir bizdən. 2-4, B cavabı doğru cavabdır. Davam edirik 5-ci sual. Deməli, Manna dövləti və Atropatena dövlətindən fərqli olaraq Albaniya dövlətinin fərqini istəyir. Öncə Mannadan fərqini istəyir, sonra da Atropatenadan fərqini istəyir. Mannadan fərqli olaraq, Albaniya dövlətindən fərqli olaraq Mannanın Albaniyadan fərqini istəyir, bir də Atropatenanın. Manna Albaniyadan fərqli olaraq ilk mərkəzləşmiş dövlətimiz hesab olunur, bəli. Eradan əvvəl 1-ci minillikdə hər ikisi yaranıb, bu fərq deyil, oxşarlıqdır. Ərazisinə yad eli hücumlar olmuşdu, bütün dövlətlərimizə hücumlar olub, bu da oxşarlıqdır. Atropatena bəs Albaniyadan fərqli olaraq Göyçə göl ətrafında yerləşirdi, xeyr, Urmiyada yerləşirdi və eradan əvvəl 4-cü əsrdə hər ikisi yaranıb, daha tez süquta uğramışdı, bəli. Atropatena 3-cü əsrdə, Albaniya isə 8-ci əsrdə süquta uğradığına görə Atropatena Albaniyadan fərqli olaraq daha tez süquta uğramışdı. 1 olur, deməli, burada 1 olur A, 2 olur C. 1A, 2C, Y cavabı doğru cavabdır. 6-cı sual. 11-ci əsrə aid olan hadisələri müəyyən edin. Azərbaycan Böyük Səlcuq İmperiyasının tərkibində olması, düzdür. Azərbaycanın ilk dəfə birləşdirilməsi, xeyr, bu 10-cu əsrdir. Səlcuq bəy tərəfindən Mərkəzi Asiyada yeni türk dövlətinin yaradılması səhv cümlədir ümumiyyətlə. Çünki Səlcuq dövlətini Səlcuq bəyin varisləri yaradıb. Azərbaycanda siyasi pərakəndəliyin hökm sürməsi, bəli. Səlcuqlar gəlişindən əvvəl bilirsiniz ki, Azərbaycanda siyasi pərakəndəlik hökm sürürdü. Yəni Azərbaycanda bir neçə dövlət var idi. Onlardan biri də məsələn Şirvanşahlar. 1-4, Y cavabı doğru cavabdır. 7-ci sual. Azərbaycan dövlətləri eramızın əvvəllərində diqqətli olmalıyıq. Atropatena ərəblərin hücumuna məruz qalmayıb. Paytaxtının Urmiya gölünün cənub-şərqində olması düzdür. Qazaxorda yerləşirdi. Atropat tərəfinin əsası qoyulsa da, eramızın əvvəlləri dediyinə görə bu cavabı da götürə bilmərik. 1 olur B. 2. Albaniya paytaxtı Kürddən şimalda yerləşməsi, bəli, Qəbələ Kürddən şimalda yerləşib və 5-ci əsrə qədər Albaniyanın paytaxtı olub. Xilafət tərəfindən varlığına son qoyulub eramızın əvvəlləri 1, 2, 3-cü əsrlər sayılır. Amma xilafət tərəfindən varlığına 8-ci əsrdə son qoyulduğuna görə olmaz. Yerli pullardan istifadə edilməsi, bəli, yerli pullardan eramızdan əvvəldən başlayaraq, aydın məsələdir ki, süqut edənə qədər pullardan istifadə ediblər, olur AC. 1B, 2AC. D cavabı doğru cavabdır. 8-ci sual. Babəkin fəaliyyətlərinə aid deyil. Xürrəmlərin lideri olub, yad elli əsarətinə qarşı mübarizə aparıb, çünki ərəblər yad elli sayılır. Ərəb işğallarının qarşısına alınması ala bilməz, çünki artıq ərəblər işğal etmişlər Azərbaycanı ki, ona görə də elə Babək ona qarşı mübarizə aparıb. Qarşısını almaq mümkün deyil və bir daha deyirəm, çünki artıq 7-ci əsrdən Azərbaycan ərəblərin işğalı altındaydı. Ona görə də burada cavab C-dir. Azadlıq hərəkatına rəhbərlik edib,
9-cu əsrin 30-cu illərində başçılıq edib. Çünki 837-yə qədər başçılıq edib. Ona görə də o 30-cu illərdə başçılıq etmiş sayılır. 9-cu sual. 11-ci yüzillikdə Şirvanşahlar dövləti az hala düşmüşdü. Əlbəttə ki, Səlcuq dövlətindən. Asan sualdır. 10-cu sual. Xürrəmlər haqqında düzgün fikirlər müəyyən edin. Hərəkat Yadelli əsarətinə qarşı baş vermişdi, düzdür. Babək hərəkata qoşulması nəticəsində Babəkin, deməli, Azərbaycanın cənubunda Bəz qalası tikilmişdi. Təbii ki, olmaz, çünki Bəz qalası ondan əvvəl də var idi. Hərəkat Afşinin xilafətə rəhbərlik etdiyi, xilafətə Afşin rəhbərlik edə bilməz. Bu da səhvdir. Xürrəmlər hərəkatı nəticəsində Babək məğlub olmuşdu, bəli, məğlub oldu və sonra da edam edildi. 1-4, deməli, C cavabı doğru cavabdır. 11-ci sual. Azərbaycanda ibtidai insanların həyat tərzinə aid olmayan ifadə hansı cavabda verilib? Daşdan əmək alətləri hazırlanıb, ox və kaman istifadə edilib, əkinçilik maldarlıq yaranıb, dini ayinlər yerinə yetirilib, ticarətdə puldan geniş şəkildə istifadə edilə bilməz. Çünki ibtidai insanların dövründə pul yox idi. Yəni, insanlar hələ puldan istifadə etmirdi. Puldan istifadə etmək üçün dövlətlər yaranmalıdır. Dövlətlər də yaranıbsa artıq ibtidai insanlardan danışa bilmərik. Cavab 7. 12-ci sual Venn diaqramıdır. Sacıoğullar və Səlcuq dövlətinin müqayisəsini istəyir. Van göl ətrafındakı torpaqları öz tərkibinə qatması bu Səlcuqlara aiddir. İran körfəzindən birbaşa çıxışın olması yenə Səlcuqlara aiddir. Araz çayından cənubdakı Azərbaycan torpaqlarında yaranması bu Sacıoğluya aiddir. Şirvanşahlar dövlətinə sala salması hər ikisinə aiddir. Şərqdə Bizans dövləti ilə həmsərhəd olması şərqdə yox, qərbdə Səlcuq olub. Ona görə də bunu ümumiyyətlə götürmürük. Ona görə burada nə olur? 1 olur. 1 olur C, 1 olur C, 2 olur A, 2 olur AB, 2 olur AB və 3 olur D. Bəli, cavab D-dir. Davam edirik. 13-cü sual. Eramızdan əvvəl 1-ci minilliyin ikinci yarısında, yəni bu nə deməkdir? Eradan əvvəl 5, 4, 3, 2, 1-ci əsrləri nəzərdə tutur. Yadellilərin Azərbaycan torpaqlarının ilk işğalçı gücləri ola bilməz, çünki ondan əvvəldə olub. Xristianlıq dini yayılması ola bilməz, çünki eramızda yaranıb. Azərbaycan tayfaları Makedoniyaların mübarizə aparması bəli. Atropat bilirsiniz ki, Atropat mövzusunda var. Azərbaycan tayfaları ilə deməli başında o gedir İskəndərə qarşı mübarizə aparır. Deməli 3. İzertonun paytaxt şəhəri olması bu da birinci yarısıdır, olmaz. Atropatın ölkə arasında Yadelli ağalığına son qoyaraq dövlət yaratması bəli. 3-5. Deməli doğru cavab B-dir. 14-cü suala gəlirik. Ərəb xilafətinin yaranması ərəfəsində, yəni biraz əvvəl, xilafətin yaranmasından biraz əvvəl Azərbaycanda nə olub? İslam dini yaranıb. Xeyr, İslam dini Ərəbistanda yaranıb. Ərəb əsarətinə qarşı üsyanlar başlamayıb. Çünki birinci Ərəb əsarəti başlamalıdır ki, üsyanlar olsun. Albaniya dövləti öz müstəqilliyini saxlayırdı, bəli, saxlayırdı. Dərbənd qapılar qapısallanmağa başlanması da mümkün deyil, çünki bundan ötürü Dərbənd ərəblər tərəfindən işğal edilməlidir. Bərdə paytaxt şəhəri olaraq fəaliyyət göstərirdi. Bəli, 5-ci əsrdən paytaxt idi və ta Albaniya süqut edənə qədər 5, 6, 7, yəni ərəblər gələndə də Bərdə paytaxt idi. Ona görə 3-5, B cavabı doğru cavabdır. Davam edirik 15-ci sual. Xürrəmlər hərəkatı yönəlmişdi. Ərəb xəlifəsi Afşinə qarşı, təbii ki, kökündən yanlış cümlə. İslam dininə qarşı, səhvdir. Ərəb xilafətinə qarşı, bəli. Əsasən yerli əyanlara qarşı olmaz. Şimal torpaqlarını işğal etmək istəyən Yadellilərə qarşı, təbii ki, yox. Ərəb xilafətinə qarşı. Cavab C. Asan sualdır. Davam edirik 16-cı sual. Şirvanşahlar dövlətinin paytaxt şəhərlərini müasir xəritədə müəyyən edin. Müasir xəritədə Şirvanşahların paytaxtı Bakı və Şamaxı kimi götürsək, 1 və 2 doğru cavab D olur. Davam edirik. 17-ci sual. Hansı cavab bəndində Azərbaycanda ibtidai insanların həyat tərzinə aid olmayanlar verilib? Təbii ki, burada ovçuluqla məşğul olurdu, dini ayinlər yerinə yetirirdi, əmək alətləri və silahlar hazırlayırdı. Öz dövlət ola bilməz ibtidai insanların. İslam dinində nə işi var? İbtidai insanlarda, çünki İslam dini 7-ci əsrdə yaranıb. 4-5, C cavabı doğru cavabdır. 18-ci suala gəlir. Azərbaycan orta əsrlər tarixinə aiddir. Deməli, ərazisində dini inancların yayılmağa başlaması səhvdir. Bu qədim dövrdən var. Türk dilinin ortaq ünsiyyət vasitəsinə çevrilməsi. Doğru cavab budur. İlk dəfə Gildən də qədim dövrdür, ilk tayfalar da qədim dövrdür, ilk dəfə Yadelli də qədim dövrdür. 19. Ərəb xilafətinin mövcudluğu dövründə uyğun gələn neçə hadisə verilmişdir? Ərəb xilafətinin mövcudluğu. Ərəb xilafəti ən azından 7-ci əsrdə yarandığını bilirsiniz. Yəni ən azından 7, 8, 9, 10, 11, 12, bilənlər bilir ki, 13-cü əsrdə süqut eləyib. Ona görə də ən azından bizdən amma soruşa bilərlər, ən azından 7-10-cu əsrlər arasında
kimi deməli hadisələri. Yusif Sacıoğlu'nun öz adının pul kəsdirməsi ərəb xilafəti onda var idimi? Bəli, var idi. Sonra Xürrəmlər Hərəkatı Babək rəhbərlik etməyə başlaması, bəli, bu da olub. Bərdənin paytaxt şəhərə çevrilməsi 5-ci əsr olduğuna görə olmaz. Xilafət 7-ci əsrdə yaranıb. Xristian dinin yaranması 1-ci, 2-ci əsrlərdir, yəni eramızın əvvəllərində o da olmaz. Bu da yox. Şirvanşahlar dövlətinin yaranması o da olar. 9-cu əsr olduğuna görə. Deməli, burada 3 dənə hadisə uyğun gələn hadisədir. 3 hadisə, B cavabı doğru cavabdır. 20-ci sual. Xəritədə paytaxt ulduzla göstərilmiş dövlətin eradan əvvəl 1-ci minillik 2-ci yarısı tarixinə aiddir. Ulduzla göstərilmiş Urmiya gölünün cənub-şərqində olduğuna görə bu Atropatenanın ərazisidir. Amma biz nə etməliyik? 2-ci yarısını götürməliyik eradan əvvəl 1-ci minilliyin. Makedoniyalılar tərəfindən süquta uğradılması səhvdir. Müstəqilliyin qorunması uğrunda mübarizənin aparılması düzdür. Makedoniyalı İskəndər hücumuna məruz qala bilməz heç bir dövlətimiz. Çünki onun ölümündən sonra yaranıb. İranzunun zamanı İranzu eradan əvvəl 1-ci minilliyin 1-ci yarısıdır. Ərəb xilafətdə eramızda olan bir dövlətdir. Ona görə də olmaz. Gəlirik açıq suallara. 21-ci sual. Uyğunluq gözlənilməmişdir. Ox və kaman insan şuurunun məhsuludur. Bəli, burada uyğunluq gözlənilib. Maldarlıq və əkinçinin yaranması insanların təbiətin asılılığını artırdı. Xeyr, azaltdı. Ona görə də burada uyğunluq gözlənilməmişdir. Digərlər doğru ifadələrdir. Davam edirik 22-ci sual. Ərəb xilafətinin Xürrəmlər hərəkatını məğlub edə bilməsinin səbəblərindəndir. Deməli, Türk əsilli sərkərdə Afşin Ərəb xilafətinə başçılıq edir. Ərəb xilafətinə yenə əlbəttə olmaz. Babəkin Bəz qalasını tərk etməsi, bu da yanlış. Xürrəmlərin təslim olmaq istəməməsi, bu da belə bir səbəb yoxdur. Xilafətin bütün gücünü Xürrəmlərə qarşı yönəltməsi, bəli, və Ərəb dövlətinin çox saylı orduya malik olması. Deməli, 4-5 səbəblərdəndir. 23-cü sual. Sacilər dövləti Şirvanşahlardan fərqli olaraq Araz çayının cənubda yaranmışdı. Düzdür. Paytaxtlarından biri mühüm liman şəhəri idi. Xeyr, tam tərsinə Şirvanşahların paytaxtı liman şəhəri idi. Bakı, məsələn. Azərbaycan torpaqlarını birləşdirən ilk dövlət olmuşdu. Bəli, bu da ikinci fərq. Dərbəndə sahib olmuşdu, hər ikisi sahib olmuşdu. Ərəb xilafətinin zəifləməsi nəticəsində hər ikisi yaranıb. 1-3 doğru cavabdır. 24 xronoloji arıcılıq sualı. Birinci burada biz nəyə götürməliyik? Birinci biz Bəz qalasının inşa olunmasını götürməliyik. Çünki bilirik ki, Xürrəmlər hərəkatının mərkəzi olub. Ondan sonra biz götürməliyik Sacılərin yaranmasını. Sacilər yaranmalıdır ki, sonradan onun mənlə məşhur hökmdarı Yusif Sacıoğlu Ərəb xilafətini məğlub etsin. Sonra da məğlub olub, təbii ki. Birinci döyüşdə qalib gəlib. Ərəb sərkərdəsinə qarşı, deməli 4 gəlməlidir. Və Sacıoğullarından sonra 11-ci əsrdə Azərbaycan Səlcuq İmperiyasının tərkibinə düşəndən sonra türk dili ortaq ünsiyyət vasitəsinə çevrilib. Ona görə 1-2-4-3 ardıcıllığı ilə olmalıdır. Və nəhayət uyğunluğu müəyyən edin sualı. Eramızdan əvvəl 1-ci minilliyin 2-ci yarısı. Makedoniyalı İskəndər şərqə yürüş edib, düzdür. Azərbaycan torpaqlarına ərəb yürüşləri. Bu 1-ci minilliyin 2-ci yarısı, 7-ci əsr. Eradan əvvəl 1-ci minilliyin 2-ci yarısı, bir daha deyirik, eradan əvvəl 5 və 1-ci əsrləri nəzərdə tutur. 1-ci minilliyin 2-ci yarısı isə bizim eramızın 6, 7, 8, 9, 10-cu əsrləri nəzərdə tutur. Diqqətli olaq. Deməli, ərəblərin yürüşləri təbii ki, bu 2-ci yarısında olub. Atropat Roma işğallarının Atropat və Roma olmaz. Ümumiyyətlə cümlə yanlışdır. Manna dövlətinin Urartuya qarşı mübarizəsi bu eradan əvvəl 1-ci minilliyin 1-ci yarısıdır. İzirtunun paytaxt olmasıdır. Deməli, doğru cavab nə olur? 1 olur A, 2 də olur B. Beləliklə, əziz şagirdlər, bu dərsimizin də sonuna çatdıq. Növbəti izahlarda görüşənə qədər sağ olun, salamat qalın.